İlk baxışdan Dargamirskinin özünün sosial ifşa edici əsərlərindən sonra Uzaq İspaniyanın obrazları və mənşəyi orta əsrlərdən gələn əfsanə ilə bağlı romantik sujetə müraciət etməsi qəribə görünə bilər. Əslində Daş qonaq üzərində iş heç də geriyə addımlama deyildi. Pushkinin yaratdığı Daş Juan obrazının şərhinin özünün əxlaqsız hərəkətləri üçün layiq olduğu cəzanı çəkən, günah sahibi haqqında əxlaqsız ideya ilə heç bir əlaqəsi yox idi. Pushkinin Don Juan'ı həyatı tamlıqla sevən şəxsiyyət idi. O həyatı onun bütün nemətləri ilə birlikdə dərk etmək həsrətində idi. Gözəl ideala can atmasına baxmayaraq, o daim qeyri-məmnunluq içində idi. Bütün bunlarla yanaşı o həmişə öz aləmindədir. Həmişə səmimidir. Uşaq səmimiliyi ilə istənilən hissə, qəm olsun, yaxud kədər, sevgi olsun, yaxud nifrət olsun qoşulurdu. Onu Dargamirski bu xarakteristika ilə də operaya daxil etmişdi. 60-cı illərdə insanın daxili aləminin dərindən və çoxtərəfli açılması məsələsi sosial ifşa edicilik qədər aktual idi. Psixoloji təhlil insan qəlbinin ən gizlinlərinə daxil olmaq bacarığı yeni dövrün progressiv incəsənətinin ayrılmaz cəhəti idi. Məhz musiqidə ruhi vəziyyətlərin, hiss və növbələşmələrin ən incə çalarlarını ifadə etmək istəyi Dargamirskini Daş qonaq üzərində dayanmağa və o dövrün opera sənəti üçün musiqili dramın quruluşunun tamamilə qeyri-adi metodunu seçməyə məcbur etdiyini düşünmək olar. Bəstəkar Pushkinin bir kiçik faciəsinə onda heç bir dəyişiklik etmədən musiqi yazır. Musiqili tamaşanın əsası recitativli dialoq olur. Burada o su pərisi ilə müqayisədə daha çevik və nəfis idi. Daş qonaq ariyasız, ansamblsız və xorsuz recitativli opera idi. Bu əsərin tarixi əhəmiyyəti onunla birlikdə yeni opera janrının yaranması olmasa da, qeyd etmək lazımdır ki, Dargamirskinin bu mənada bir sıra ardıcılları əmələ gəlir. Daş qonaqda dinləyici qarşısından müxtəlif xarakterli obrazların bütöv bir sırası keçir. Xüsusi fərasətliliklə iki qadın obrazı. Hərarətli, yüngül, Laura və saf, təmkinli, lakin ehtiraslı hissə qabil olan Donna Anna arasında təzadlılıq açılır. Qəddar, fanatik Don Carlos'un və zahirən sadə, lakin istehzadan məhrum olmayan Leporello'nun obrazları ustalıqla işlənmişdi. Don Juan isə mərkəzi yer tutur. Budur, rahib libası geyinmiş Don Juan özünün qətlə yetirdiyi Donna Anna'nın ərinin qəbri üstünə gələn bu xanımı gülərək onunla qəbir üstündə söhbət edir. Onun kimliyini bilməyən Donna Anna onun dualarına qoşulmağı xahiş edir. Don Juan'ın melodik ibarənin ən yüksək notundan başlayan cavabı onun hisslərinin coşğunluğunu biruzə verir. Get-gedə onun nitqi daha da yumşaq hal alır. Temp ağırlaşır. Avazın intonasiyası sevimli qadının mülayim, zərif obrazını təsvir edir. Andantino epizodunda vokal partiyanı müşahidə edən rəvan hərəkətli akordların diatonik ardıcıllığı əks olunur. Bu Donna Anna'nın leytmotivi idi. Ondan sonra klarnetin təsirli kiçik ibarəsi gələrək sanki dərin poetik obrazın portretinin təsvirini sona çatdırır. Növbəti epizodda tamam başqa Don Juan Leporello ilədir. Hələ də qarşısındakının onun ərinin qatili olduğunu bilməyən Donna Anna onu öz evinə gəlməyə icazə verir. Bu hal Don Juan'ı sonsuz dərəcədə sevindirir. Uğurdan vəcdə gələn Don Juan görünməmiş ədəbsizliyə qərar verir. Nökəri Leporello'ya komandorun heykəlini onun dul xanımının özünün də sevgi görüşündə olduğunu evinə qonaq çağırmağını əmr edir. Diksinən Leporello heykəlin razılıq işarəsini gördükdə geri çəkilir. Don Juan özü heykələ yaxınlaşıb dəvəti təkrar edir.
Operanın musiqisi cəlbedici və həyəcanlandırıcı idi. Çünki lirik epizodlarda o mahnı nəfəsi ilə dolur, forma əvvəlki kimi sərbəst qalır, açıq və mətnin quruluşuna tabe olur. Don Juan'ın öz hisslərini Donna Anna'ya bildirdiyi epizodlarda onun ifadələri sanki zirvəsində arioza quruluşuna yaxın, yuvarlaqlaşmış ibarələrin olduğu melodik dalğaların sırasında durur. Dargamirskinin yaradıcılığı Rus musiqisinin sonrakı inkişafına böyük təsir göstərmişdi. Dargamirskinin öz musiqisinə daxil etdiyi mövzular Mussorgsky və Çaykovski kimi bəstəkarların yaradıcılığını qidalandırmışdı. Dargamirskinin yaratdığı psixoloji musiqili dram janrı və lirik dramatik romans xətti xüsusilə Çaykovskinin yaradıcılığında geniş inkişaf tapmışdı. Sosial, portret sənəti və məişət lövhələri özünün ən yüksək çiçəklənməsini Mussorgskinin yaradıcılığında tapır. Mussorgsky həmçinin musiqili satira sahəsində Dargamirskinin davamçısı idi. Bəstəkarın musiqili rejitativ sahəsindəki kəşfi Rus musiqisini zənginləşdirmiş, bəstəkarlarının yaradıcılığını qidalandırmışdı. Dargamirskinin uğurları xaricdə də geniş şöhrət qazanır. Verdiyev Falstaffı yazarkən daş qonağı diqqətlə öyrənmişdi. Glinkanın şagirdi olan Dargamirski Rus və dünya incəsənətinin inkişafına özünün bənzərsiz töhfəsini vermiş və özü də musiqi yaradıcılığı tarixində əsaslı rol oynamışdı.